Həqiqətən nədən qorxur insan? Ölümün özündən, yoxsa o son an çatan gözümüzün önündəki keçici qısa tizerdən? Mən nə yaşadım ki? Sualı boğazımızda düyünlənəndə əslində nəyin gecikmişliyini hiss edirik. Məsələyə bir qədər tarixi, antropoloji aspektdən baxmaqda düşünürəm fayda var. İnsanın qorxusunu təmin edən, formalaşdıran 3 aspekt mövcuddur. Bunun birincisi bioloji mirasdır. Sürüdən qovulma qorxusu. Yüz minlərlə il əvvəl insanlar savannada yaşayanda təklik onun üçün ən böyük qorxu idi, ölüm təhlükəsi idi. Çünki o savannada bir aslan qədər güclü, bir ceyran qədər sürətli deyildi. Tək qalmaq, parçalanıb yox olmaq demək idi. Buna görə də mağaraya ehtiyac duyurdu. Əslində bugün var olan sosioloji qorxularımızın bəzilərinin, məsələn, biabır olmaq, qəbul edilməmək, vəzifəmi itirmək kimi müxtəlif qorxularımızın təməl səbəbi budur: sürüdən qovulmaq, vəhşi heyvana yem olmaq. İnsanlar hələ də instinktiv olaraq başqaları nə deyər deyə qorxurlar. Çünki qədim beynimiz elə bilir ki, kimsə bizdən üz döndərsə öləcəyik. Bu qorxularımızın təməl elementlərindən biridir. İkincisi, görünməyən təhlükə, qaranlıq və ya məchulluq. Tarix boyu insanı ən çox qorxutan şey görmədiyi şeylər olub. Mağarada yaşayan insan üçün qaranlıq sadəcə işığın olmaması deyil, hər an hücum edə biləcək bir yırtıcı demək idi. Ölüm qorxusu əslində məhz bu məchulluq qorxusunun pik nöqtəsidir. Ölüm ən böyük qaranlıqdır, çünki orada nə olduğunu görmürük, bilmirik, məlumatımız yoxdur. Əslində məhz mifologiyaları da buna görə meydana gətirmişik. İnsanlar bu görünməyən qorxunu idarə etmək üçün onlara adlar qoyublar. Cin, şeytan, Allah, ruhlar. Qorxunu adlandıranda isə onu idarə etməyə sanki başlayıb. Sanki ipi əlinə alıb, onu forma və məzmun verib, özü üçün başa düşülən hala gətirib. Üçüncü qorxumuzun təməl səbəbi isə insanlığın bu inkişaf yolunda neolit inqilabını keçməsi olub. Yəni mülkiyyəti meydana gətirməsi, mülkü itirmə qorxusu ortaya çıxıb. Yerləşik həyata keçməyi bacarmış insan əkinçiliklə bərabər mülkiyyət formalaşdırmağa başlayıb. Özü üçün ərazilər salıb, alətlər yaradıb, müxtəlif digər elementlər formalaşdırıb. Və bunları itirməkdən qorxub, özünə mən kiməm, məndən sonra nə qalacaq sualını verməyə başlayıb. Bu sualları ciddiləşdiribdi. Bu insanın növbəti qorxu içgüdüsünü formalaşdırıb. Dinlərin sosioloji funksiyası da məhz burada işə düşməyə başlayıb. Dinlər məhz bu mərhələdə nizam yaratmaq üçün qorxunu sistemləşdirdi, cənnəti və cəhənnəmi meydana gətirdi. Məsələn, orta əsrlər Avropasına dönüb baxsaq, kilsənin insanlar üzərində necə hökm etdiyini görə bilərik. Kilsə insanlara cənnətdən torpaq satırdı, hər şey kilsənin əlində idi. Hətta dövlətlərin, hökumətlərin, krallıqların kilsədən daha aciz idilər. Kilsədən razılıq alıb, kilsədən xeyir dua alıb müharibələr aparırdı insan. Bəs bütün bu qorxularımız zaman keçdikcə niyə dəyişə bilmir? Bizim beynimizin içində amigdala adlandırdığımız bir funksiyamı deyim, hissəmi deyim mövcuddur. Hansı ki o hələ də o mağaradakı insanın davranışını göstərməyə davam edir. O mağaradakı insan ki bugün iş yerində müdir bizim üzərimizə səsini bir qədər yüksəltsə, o onu bir aslanın nəriltisindən ayıra bilməyəcək. Onun üçün ölüm təhlükəsidir. Beynimiz prosesi bu şəkildə kodlaşdırır və bu kod üzərindən bizim qorxularımızı həyata keçirdir. Bu təkamülün bizə verdiyi bir prosesdir. Əslində ölüm yaxınlaşanda da mən nə yaşadım ki sualı vaxtı və resursu düzgün istifadə etmək instinktinin modern insandakı acı bir əks sədasıdır. İnsan bu qorxularının üzərinə getməyə davam edir.
Ancaq bunları təkrar formalaşdırır, yeni bir model yaradır. Məsələn, texnologiyanın inkişafı o bizim qorxularımızı ləğv edir və ya yeni bir forma verir. Modern insanın ən böyük suallarından biri budur. Texnologiya neynir? Bizim qorxularımıza qalib gəlməyimizə kömək olur, ya onları yeni bir mərhələyə, yeni bir formaya daşıyır. Məsələn, bura gəlmək bizim heç birimizin öz seçimi olmayıb. Nə bu dünyanı, nə doğulduğumuz ölkəni, nə ailəmizi, nə də bizə təqdim olunan inanc sistemlərini biz seçməmişik. Bizə inandırdıqları dinlər isə deyir ki, siz özünüz seçib gəlmisiniz. Doğrudanmı? Siz belə bir dünyanı seçib gəlmək istəyərdiniz. Şəxsən mən istəməzdim. Bəlkə də məhz buna görə mənim üçün bütün bu böyük ideyalar sadəcə bir cəfəngiyatdır. Bəs o zaman həqiqət nədir? Yəqin ki, həqiqət sadəcə humusdur. Torpağın bərəkəti üçün çürüyən bir maddədən artıq deyilsə, bu qədər hay-küy nə üçündür?